Günəş kimi təbiətə sahib insanlar ətraflarına işıq, istilik və müsbət enerji saçırlar. Onların həyat tərzində seçilən alt əsas vərdiş var. Hər kəsə təbəssüm bəxş etmək. Onlar üzlərindən təbəssümü əskiltmirlər və ətrafdakıların ruh halını yüngülləşdirirlər. 2. Ümid aşılayan sözlər demək. Çətin anlarda belə pozitiv düşüncə ilə başqalarını ruhlandırırlar. 3. Paylaşmaq və kömək etmək. Maddi və ya mənəvi, əllərində nə varsa, ehtiyacı olanla bölüşürlər. 4. Təbiətdə olmaq. Günəş enerjisini daha çox hiss etmək üçün təbiətlə yaxın olmağı sevirlər. 5. Daim yenilənmək. Yeni ideyalar, yeni hədəflər və yeni yollarla həyatlarına rəng qatırlar. 6. Bağışlamağı bacarmaq. Kin saxlamadan insanlara şans verərək irəliyə baxırlar. Məsləhət. Əgər sən də günəş kimi parlaq olmaq istəyirsənsə, hər gün ən azı birinə sevinc bəxş etməyə çalış. İşığın daha da çox yayılacaq. İstəyirsən